Deməli, uşaqlar 3-cü suala baxarıq. Bizə deyir ki, bərabərsizlik heyətini həll edin. Burada bərabərsizlik heyətini həll etmək nə deməkdir? Bərabərsizliyi ayrı-ayrı həll edib, daha sonra alınan həlləri birləşdirməkdir. Deməli, nə edirik? Baxın, 4A böyükdür, 19-dan 3-ü çıxırıq. 4A kiçikdir, -28-in üzərinə 4 gəlirik. 4A böyükdür, 19-dan 3-ü çıxdığımız zaman 16. 4A kiçikdir, -28-in üzərinə 4 gəldiyimiz zaman -24. A böyükdür, 16-nı 4-ə bölürük 4. A kiçikdir, -24-ü 4-ə bölürük -6. Ədəd oxunu qeyd edirik uşaqlar. -6 ilə müsbət 4-ü qeyd edirik. A-dan böyüklər, yəni 4-dən böyüklər daha doğrusu işarələyirik və -6-dan kiçiklər işarələyirik. Bərabərsizliklər heyəti dediyi üçün cavabları birləşdiririk. Yəni haranı işarələmişəm? Mənfi sonsuzluqdan -6-ya, birləşmə 4-dən müsbət sonsuzluğa.